Ramazan təkcə ac qalmaq deyil. Ramazan ayı gələndə insanın ürəyinə başqa bir rahatlıq gəlir. Sanki bütün evlər, küçələr, məscidlər belə başqa bir abu-havaya bürünür. Bu ay adi bir ay deyil. Bu ay rəhmət ayıdır, bu ay bağışlanma ayıdır. Ramazan ayı təkcə ac və susuz qalmaq deyil. Bu ay insanın nəfsi ilə mübarizəsidir. Səhərdən axşama qədər ac və susuz qalmaq sadəcə bu işin zahiri bir tərəfidir. Əsas olan odur ki, insan qəlbi ilə, dili ilə və gözü ilə də oruç tutsun. Oruc sənə səbr etməyi öyrədir. Deyir ki, bax, sən Allah üçün halal olanı tərk edirsənsə, haram olandan uzaq durmaq sənin üçün daha asan olar. Bir də Ramazan bizə mərhəməti öyrədir. Səhərdən axşama qədər ac qalanda anlayırsan ki, dünyada nə qədər ac insanlar var ki, hər günlərini belə keçirirlər. Bu zaman da insan əlində olan nemətlərə, hər gün yediyi yeməyə, içdiyi suya daha çox şükr etməyi öyrənmiş olur. Orucun faydaları təkcə mənəvi deyil. Bədən üçün də orucun bir çox elmi faydaları təsbit edilmişdir. 12 ay durmadan yeyib içən bədən Ramazan ayında bir ay müddətində səhərdən axşama qədər ac və susuz qalaraq özünü tənzimləyir, istirahət eləyir. Bədən dincəlir, həzm sistemi rahatlaşır, insan yüngülləşir. Amma ən önəmli olan insanın qəlbinin təmizlənməsidir. Və ən gözəli də odur ki, Ramazan ayı insanı Allaha yaxınlaşdırır, insanı Rəbbinə yaxınlaşdırır, onunla arasındakı bağı gücləndirir. Digər aylarda insan ibadətləri tənbəlliklə edir. Amma bu ay gələndə elə bil ki, qəlb özü ibadət etmək istəyir. Gecə iftardan sonra təravihə gedəndə, iftar süfrələrində dua edəndə insan həqiqətən də anlayır ki, ruh da qidalanmağa möhtacdır. Sanki Ramazan bizə belə deyir, dayan, dünyanın dalınca qaçma, bir özünə bax, bir qəlbinə bax, Allahla aranda olan bağı bir yoxla, Allahla münasibətini yoxla, öz nəfsini hesaba çək və günahlardan bağışlanma dilə. Bu ay şübhəsiz ki, günahların ən çox bağışlandığı, insanların Allaha ən çox yaxınlaşdığı aydır. Bu ay fürsətdir. Kim bilir, bəlkə heç gələn Ramazana çatmadıq. Ona görə də bu ayı boş keçirməyək. Bu Ramazan bizim üçün çox böyük bir fürsətdir. Gəlin daha çox ibadət edək, gəlin daha çox dua edək, daha çox insanları bağışlayaq, daha çox sədəqə verək, daha çox insanlara xeyir əməlləri təşviq edək, yaxşılığı əmr edib pislikdən çəkindirək, Allahla aramızda olan əlaqəni düzəltməyə çalışaq, tövbə edək, ibadətlərimizdə axsaqlıq varsa, ibadətlərimizi nizama salaq, həmçinin valideynlərimizə qarşı gözəl rəftar edək, onları gözəl sözlə qəlblərini xoş tutmağa çalışaq, ehtiyac sahibi ailələrə əl uzadaq. Son olaraq da onu xatırladım ki, oruç tutmaq kənardan biraz çətin görünə bilər. Səhərdən axşama qədər ac qalmaq, susuz qalmaq, pis söz danışmamaq, qeybət etməmək bu insanın nəfsinə ağır gəlir. Amma insan niyyət edib Allah üçün oruç tutduğu zaman görür ki, həqiqətən də Allah ona bu ibadəti asanlaşdırır. Gözünü yumub açır, gün keçir və görür ki, artıq axşam iftarın vaxtıdır. Və iftar süfrəsində edilən o duaların, saatlarla ac və susuz qaldıqdan sonra ağza qoyulan ilk loxmanın ləzzəti tam başqa olur. Ramazan ruhun bayramıdır. Ramazan özünə qayıdış ayıdır. Gəlin bu Ramazan ayını təqvimdəki sıradan bir ay olaraq yox, Rəbbimizə geri dönüş ayı, günahlardan qurtulma ayı olaraq yaşamağa çalışaq. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin də buyurduğu kimi, kim fəzilətinə inanaraq, qarşılığını Allahdan gözləyərək Ramazan orucu tutarsa, keçmiş günahları əfv olunur. Rəbbim mənə də, sizə də bu hədislə əməl etməyi nəsib eyləsin. Vəlhamdülillahi Rabbil aləmin. رمضان هذا شهر الغفران